Xanımlar, bugün mən sizlər üçün mənim sevdiyim və çox rahat bir maskanı paylaşmaq istəyirəm. Bu maska həm bədən üçün, həm də üz üçün çox gözəldir. Məsələn, əgər üzünüz hədsiz qurudursa və ləkələr varsa, bu maskanı həftədə 2-3 dəfəyə qədər istifadə edə bilərsiniz. Eyni şəkildə də bədən üçün. Bədəninizdə ləkələr varsa, quruluq varsa istifadə edə bilərsiniz. Məsələn, əgər qoltuq altı ləkələriniz varsa, dirsəkləriniz qurudursa, dizləriniz quru və ləkələr varsa istifadə edə bilərsiniz. Eyni şəkildə də əgər sizin dabanlarınız hədsiz qurudur və çatlaq varsa, bu maskanı istifadə edə bilərsiniz. Və bu maska necə hazırlanır? Deməli, xanımlar, götürürsünüz limon. Baxın, bir dilim limon. Bir dilim limonu sıxırsınız. Təxminən hardasa yarım qaşıq olur. Bu limon soku siz tökürsünüz belə bir qaba. Və sonra gliserin. Gliserini bir qaşıq tökürsünüz eyni qaba. Və vazelin. Vazelin də təxminən bir qaşıq olur. Və bunları qəşəngcə qarışdırırsınız. Və xanımlar, bu üçlüyü siz yaxşıca qarışdırdıqdan sonra belə krem kimi olur. Siz onu götürürsünüz, çəkirsiniz əlinizə. Ya da ki, ləkə olan hissəyə, quruluq olan hissəyə. Çəkirsiniz. Və ən azı hardasa bir 20 dəqiqə qalsın. 20-30 dəqiqə qaldıqdan sonra yuya bilərsiniz. Mən özüm üçün hətta belə əlcəklər də almışam. Və əlcəkləri geyinib saxlayıram. Eyni şəkildə, xanımlar, baxın, ayaqlar üçün də belə bir şey almışam. Amma siz bunları adi paketlə əvəz edə bilərsiniz. Evdə olan Penguin paket, market paketi fərq etməz. Paketə qəşəngcə bükürsünüz və həm ayaqlarınızı, həm əllərinizi saxlayırsınız hardasa 20-30 dəqiqə.